Çok qısa aradan sonra Sağlam Günay davam eləyir. Canlı yayımlanırıq. Bu isə o deməkdir ki, qaynar xəttimiz ekranlarda. Suallarınızı yaza bilərsiniz. Hələ həkimimizi görməmişsiniz, amma artıq studiyamızdadır. Və bilirəm, onu görən kimi o dəqiqə qaynar xəttimiz suallarla dolu olacaq. Hətta mən belə təsəvvür edin. Verilişdə verdiyim suallar az deyilmiş kimi. Hələ sonra zəng vurub yenə sual verirəm. Baxmayaraq ki, onun işi çoxdur. Xoş gəlmişsiniz bizim tibb üzrə fəlsəfə doktorumuz, cərrah oftalmoloq Nərminə xanım bərabərdir bizlə. Xoş gördük Günay xanım. Yenə də bu verilişdə çox xoşdur sizinlə bərabər olaraq çox maraqlı mövzulara toxunmaq. Var olasınız doktorumuz. Bir yaz əhval-ruhiyyəsi ilə gəldiniz bugün studiyamıza. Həm bizim deyirəm doktorlarımız say seçmədilər, həm gözəldilər, həm peşəkarlıdırlar, həm vicdanlı həkimlərdir və mən onu qeyd etmək istəyirəm ki, bizim komandamız doğrudan da bunu belə açıq ürəklə deyəcəm, bir peşəkar həkim komandasından ibarətdir. Aramıza qoşulmaq istəyənlər çoxdur, amma belə deyim də öz komandamız say seçmələrdən ibarətdir. Çünki hamısı iş güc adamları, 20 ildən, 30 ildən artıq bu sahədə olan insanlar, hamısının elmi dərəcələri, necə ki, Nərminə xanım bizim tibb üzrə fəlsəfə doktorudur. Bizim dəyərli professorumuz Rasim Hacıyevin qızıdır. Onun yolunu davam etdirir. İnşallah gələn həftə Rasim bəylə də görüşəcəyik. Çox səbirsizliklə gözləyirəm onunla görüşümüzü. Mən bilirəm ki, tamaşaçılar onu nə qədər çox sevirlər və tamaşaçılar onu necə gözləyirlər, necə darıxıblar onun o bol məlumatlı, faydalı söhbətləri üçün. Ona görə əzizlərim, hər gün Sağlam Günayı canlı izləməkdə fayda var və bugün də Nərminə xanımla çox aktual bir mövzuda söhbətimiz olacaq. Çox maraqlı bir mövzu olacaq, önəmli bir mövzu olacaq. Öncə mən doktorun əlaqə nömrələrini qeyd edim. 051 552 52 34, 053 127 18 82 və bilirsiniz ki, bizim Nərminə xanım iki yerdə çalışır. Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində günün birinci yarısında, ikinci yarısında isə Hat Medicine klinikada pasiyentləri qəbul edir. Elə həmin klinikanın da baş həkimidir. Qısa bir xatırlatmamız var. Çox qısa. Onu izləyin. Dərhal sonra bugünkü mövzumuzdan xəbərdar olacaqsınız. Katarakta və qlaukoma nədir bu xəstəliklər? Kimlər risk qrupu altındadır? Daha çox rast gəlinən növü yaşa bağlı olan kataraktadır. Yəni hamımızda olacaq. Bu sadəcə bilurun bulanmasıdır və tədricən başlayır bulanmağa və bunun yeganə çıxış yolu əməliyyatdır. Katarakta əslində qorxulu bir göz xəstəliyi deyil. Biluru xaric edir və yerinə təmiz linza qoyulur. Bu linzalar ömürlükdür. Glaukoma xəstəliyi artıq təhlükəli bir xəstəlikdir. Kataraktadan itirilən görməni geri qaytarmaq mümkündür, amma glaukomadan itirilən görməni artıq qaytarmaq mümkün deyil. Glaukoma ümumiyyətlə nədir? Göz daxili təzyiqin qalxmasıdır, yəni yüksəlməsidir və yüksələndə göz daxili təzyiq görmə sinirini sıxır, təzyiq edir, onu məhv edir, yəni görməni qaytarmaq mümkün olmasa da, heç olmasa olan görməni saxlamalısınız. Siz vaxtında bizə müraciət etsəz, inanın ki, o görməni mən söz verirəm, ömrün axırına qədər biz sizə saxlayacağıq. Çox maraqlıdır. Doğrudan da Nərminə xanım efirə gələn kimi artıq qaynar xəttimiz suallarla doldu Nərminə xanım. Siz bir işə baxın. Hazırdır artıq. Bəli, bütün hamısı bax belə oxunmamış şəkildə bir gözüm oradadır və çox maraqlı suallar var. Hətta nənələr belə nəvələrinin gözləri ilə bağlı yazırlar. Hamısını bir-bir oxuyacağım. Əzizlərim, hər yaş kateqoriyasından bizi izləyirsiniz. Minnətdarıq hər birinizə və bugün də çox maraqlı bir mövzuda danışacağıq. Bayaq qeyd elədim. Astigmatizm və miopiyanın müalicəsi. Hansı ki, bunlar daha çox eşitdiyimiz göz xəstəlikləri sırasındadır. Nədir bu xəstəliklər? Ümumiyyətlə, bunların müalicəsi varmı? Bəzən görürsən ki, müəyyən terminləri eşidirik və yaxud da bu diaqnozu bizim özümüzə qoyurlar. Amma bunun nə olduğunu, bizə necə təsir etdiyini, görməmizə necə, belə deyim də, təsir etdiyini bilə bilmirik. Bu haqda bizim dəyərli mütəxəssisimiz məlumat verəcək. Buyurun, doktor. Bilirsiniz, Günay xanım, pasiyentlər yəqin ki, bir-birinə çatdırırlar mənim müayinəmdən sonra və təkrar ilkin pasiyentlər bizə müraciət edəndə, mənə müraciət edəndə gələn kimi, hə həkim, indi mənə başa salın. Bu nədir? Mənə çox maraqlıdır ki, məndən öncə başqa həkimlərə gediblər, amma bilmirəm, bəlkə ətraflı başa salan yoxdur, anlatan yoxdur. İndi məndən başa salın, çünki bilirlər mən ətraflı
tək müayinə etmirəm, həm də başa salıram. Mən izləmişəm sizin müayinələri canlı şəkildə. Hətta biz çəkilişdə də olanda bizim əməkdaşlarımız buradan hamısını salamlayıram. Söyləyirlər ki, Nərminə xanım bir-bir hər gələn pasiyentə, yəni biri var ki, bir 10 dəqiqə, 5 dəqiqə vaxt ayırasan ki, hə müayinə elədim. Yəni əslində onun işi onu anlatmaq deyil axı. Siz onu tibbi cəhətdən necə ki bizim proqramda anladırsınız, o şəkildə bircə incə məqamlara kimi onları anladırsınız ki, və elə tam başa anlasınlar. salmaq lazımdır ki, yəni başa düşsünlər. Yəni pasiyent gəlib və bilmir onun uşağını nə gözləyir, onu nə gözləyir. Hər kəsin tibbi anlayışı olmaya bilər. Bəli, təkrar müayinələrə haçan gələcək, bunun axırı nədir? Ona görə ətraflı ilk müayinədə başa salıram, daha sonra onlarda heç bir suallar yaranmır. Məsələn, biz bugün astigmatizm, miyopiyadan danışırıq. Niyə? Çünki həqiqətən çox yayılmış bir problemdir. Ümumiyyətlə, göz xəstəliklərin, problemlərin növləri çoxdur. Amma o növlərə toxunuruq, hansılar ki, həqiqətən çox yayılıb. Astigmatizmin müalicəsi nədir? Ümumiyyətlə bu nədir? Nəyə görə yaranır? Niyə eynək taxıram? Haçan eynəkdən azad olacağam? Əgər eynəksiz görmürəm, eynəkdə görürəm, niyə mən sonra əməliyyat olunacağam? Niyə onda eynək taxıram? Eynəyin hansı müalicəvi effekti var? Yəni bir çox suallar gəlir, çoxdur, onlar bilmirlər. Ona görə yəni, bu sadədir əslində. Astigmatizm və miyopiya nədir? Göz quruluşuna bağlı bir problemdir. Yəni göz quruluşu yumru top kimi deyil, astigmat olan pasiyentlərdə beyzbol topu kimidir. Yəni bir balaca əyridir. Sıxılmış sanki. Beyzbol topu kimidir. Ona görə astigmat olan pasiyentlərdə iki fokus yaranır. Yəni normalda bir fokus yaranmalıdır. O fokus dümdüz torlu qişanın üstünə düşməlidir. Bütün optik şualardan keçib o göz dibinə torlu qişaya, retinaya düşməlidir. Ona biz aydın görürük. Bu emetropiya deməkdir. Yəni normal refraksiya. Yox, əgər göz bir balaca əyridir, onda iki fokus yaranır. Bu iki fokusun yerləşməsi fərqlidir və bu yerləşməyə görə astigmatın növləri də dəyişir. Elə olur iki fokus, ikisi də retinanın önündədir. Elə olur iki fokus, ikisi də retinanın arxasındadır. Elə olur biri önündə, biri arxasında. Bəli, fərqli bir növlərdir. Bu da qarışıq astigmatizm, mürəkkəb, miyopik astigmatizm, mürəkkəb, hipermetropik astigmatizm, yəni müsbətli, mənfili, fərqlidir, amma səbəb eynidir, genetikdir. Yəni necə ki bizim gözümüzün rəngi, boyumuz, eləcə də gözün quruluşu kiməsə oxşayıbsa, burada bir gözəl sual yaranır. Məndə yoxdur, mənim yoldaşımda, özümdə yoxdur, uşaqda hardandır? Yəni şərt o deyil, məhz sizdə, valideyndə olsun. Əsas nənə babada olur. Nənə, baba, əmi, xala, bibi, yəni bu sanki o gen gəlir nənə babadan, gəlir nəvədə özünü göstərir. Çox zaman belə olur. Xəstəliklərdə də belə olur, doktor. Bir çox xəstəliklərdə belə olur. Əlbəttə ki, və belə deyirlər, yox, əvvəl yaxşı görürdü, sonra pis gördü. Demək ki, genetik deyil. Genetikdir. Bu onsuz da gec-tez olmalıydı. Siz kiməsə oxşayıb. Sonra elə də aydın olur ki, hə, həkim, mən də biraz zəif görürəm. Yəni, başa düşürlər ki, özləri də zəif görürlər, amma elə olur, yox, valideynlər normal görür. Yəni, hansısa ailənin başqa üzvünə oxşayır. Yəni, bu genetik problemdir, bir mənalı. Doktor, travma ilə bağlı yarana bilər? Travma ilə xeyr, travma ilə bağlı deyil. Bəzən görsən deyirlər valideynlər, bəzi valideynlər özlərini günahkar bəlkə bilirlər, yıxılmışdı. Kravatdan düşmüşdü, fərqli bir səbəblər göstərirlər. Nənələrdə çox olur, belə deyirlər, bizə ona görə yazırlar. oldu, ona görə olmadı, genetikdir, onsuz da olacaqdı, yəni narahat olmayın. Və yəni miyopiya nədir? Bu astigmat göz quruluşuna bağlı. Biz onları fərqləndiririk. Beyzbol topu, bunu yadımızda saxladıq. Miyopiya nədir? Gözün quruluşu ön arxası normadan uzundur. Sadəcə uzanmış, iri həcmli göz. İri həcmli olanda fokus görən qişaya görən qişaya sadəcə çatmır, çünki göz iridir. Retina fokusdan aralıdır. Məsafə var. İndi burada məsələ nədir? Dərhal iri olmur axı göz. Göz tədricən böyüyür. Necə ki boyumuz, elə də gözümüz. Uşaqlar 1 yaş, 2 yaş, 3 yaş normal görür. 5 yaş, 6 yaş normal görür. Daha sonra göz normadan böyük, çox böyüyür. Doktor, bir dəfə bir şey eşitmişdim, qoy onu sizdən soruşum. Deyirlər ki, necə ki, bax, uşaqlarımızın ayaq ölçüsü artmır, müəyyən yaş qrupundan sonra daha tez-tez artmağa başlayır da, gözdə də o dərəcələr həmin o ayaq ölçüsü ilə bərabər artır. Siz mənim atam kimi danışın. Doğrudan. Rasim müəllimi gözləyirəm gələnəkdə, inşallah. O bilirsiniz, əvvəllər necə deyirdi? Pasiyent soruşanda ki, həkim,
Bəs bu artıb da, miyopiya artıb. Necə olacaq? Aha. Deyir, ayaqqabının razmeridir də. Necə artmır, belə də göz artıb. Demək düzdür də. Əlbəttə ki, düzdür. Bu inkişafla, bəli, bu inkişafla bağlıdır və valideynlər onu necə hiss edir? Miyopiya olan pasiyentlər onlar uzağa baxanda, miyopiya yarananda, göz normadan artıq böyüyəndə, artıq fokus düşmür, görmürlər. Onlar başlayırlar özlərindən asılı deyil, bir balaca qıymağa, qıyanda bir təhər fokusu torlu qişəyə yaxınlaşdırmaq istəyirlər. Burada miyopiya artıq, bu miyopiyanın klassik bir simptomudur və əlbəttə ki, yəni məktəbə gedəndə müəllim artıq deyir ki, uşağınız lövhəni normal görmür, gedin aparın, göz həkiminə müraciət edin. Bu miyopiyanın simptomları və ola bilər, bəli, 7 yaş, 8 yaş, uşaqda heç nə yox idi, daha sonra yarandı. Bu normaldır, bu onsuz da gec-tez dediyim kimi yaranacaqdır. Bunun adı miyopiya. Siz dediniz, yəni yalnız genetik olur. Bəli, miyopiyanın əsl klassik miyopiya genetikdir. Nadir hallarda astigmatizm da genetikdir. Keratokonus xəstəliyi var, onu da deyim. Yəni normal idi, göz 20 yaşa qədər normal görürdü. Daha sonra keratokonus xəstəliyi yarandı. Buynuz qişə qabağa, qabara, nazikləşdi. Konus yarandı. Konus astigmat yaratdı. Bu artıq qeyri-düzgün astigmatizmdir. Genetik deyil, yəni sonradan yaranmadır. Yəni bu bir istisnadır. Yalnız keratokonus ilə olan pasiyentlərdə, o da uşaqlıq vaxtında nadir hal, düzdür, olur, amma nadir hallarda olur. Hansısa düzdür, travmalardan sonra olur. Bu artıq qeyri-düzgün astigmatizmdir, genetik deyil. Yəni bunu da bilsinlər. Genetik olmayan növləri var, amma bu artıq xəstəlik halı alır. Adi normal miyopiya, adi normal astigmatizm 90% hallarda genetikdir və bunun ilkin müalicəsi... rahatladı, mütəxəssisimiz söylədi bunu doğrudan da. Bunun ilkin müalicəsi eynək taxmaqdır. Və miyopiya ilə olan pasiyentlərdə tez-tez belə suallar yaranır. Həkim, eynək taxdı, eynəkdən gözü lap da çox zəiflədir. Biz ona görə həmişə ilk müayinədə mən deyirəm, eynək taxacaqsınız, eynəkdə əla görəcəksiniz, 100% görəcəksiniz. Eynəyi çıxardan kimi duman olacaq. Bu normaldır. Ona görə yox ki, eynək sizin gözünüzü zəiflətdir. Sadəcə eynək taxanda əzələ boşalır, görür, yəni artıq fokus etməyə ehtiyac yoxdur. Birdən eynəyi çıxardanda bu əzəliyə vaxt lazımdır ki, bir təhər fokus eləsin. Və ola bilər əvvəl, haçan ki siz eynək taxmırdınız, eynəksiz görmə bəli daha yaxşı idi. Çünki əzələ daim gücün altında işləyir ki, nəsə görsün. Amma eynək taxandan sonra birdən çıxardanda hər yer duman görməsi normaldır. Bu da miyopiyanın xüsusiyyətidir. Doktor, eynəksiz onda onların əzələləri daim gərgin olur da, belə çıxır. Eynəksiz, mən həmişə deyirəm, sizin uşağınız eynəksiz görməyəcək. Görməyəcək, dedikdə 5% görəcək, ondan artıq görməyəcək. Təxmini, plus minus ola bilər, 10%, kimdə 5%, kimdə 2%. Ondan artıq görməyəcək, çünki fokus artıq ora düşmür. Doktor, bəs eynəyi necə? Daim taxmalıdırlarmı həmin insanlar? Yoxsa arada bir çıxara bilərlər? Yoxsa məsələn, lövhəyə baxanda taxmalıdırlar ancaq? O dərəcədən asılıdır. Əgər sizdə zəif və orta dərəcəli miyopiyadırsa, astigmatsız, yalnız uzağa baxanda taxacaqsınız. Çünki yaxını onsuz da görəcəklər. Miyopiyanın sadə dildə başqa adı yaxından görmə. Onlar yaxını normal pasiyentdən də, məndən də, sizdən də yaxşı görürlər. Ona görə heç yaxına baxanda heç ehtiyac yoxdur eynək taxmağa. Amma uzağı görmürlər, yəni 1 metrdən o yana heç görmürlər, ona görə eynək taxırlar. Əgər miyopiya yüksək dərəcəlidirsə, daim taxılmalıdır. Çünki artıq orada ambliopiya, tənbəllik yaranacaq. Məsələn, neçə dərəcə? 1-2-dənmi yuxarı? Orta dərəcə gedir 3-6 arası, 6-dan yuxarı yüksək dərəcədir. Artıq onlar daim taxmalıdırlar. Bəli. Astigmat ilə yanaşı, astigmat varsa bir mənalı, qanundur, daim taxmalıdırlar. Miyopik astigmatdır, hipermetropik astigmatdır, qarışıq astigmatdır. Yəni növündən asılı deyil, astigmat olan uşaqlar daim taxmalıdırlar. Hətta zəif dərəcəli astigmatizm ilə bilə orta və yüksək dərəcəli astigmatla, yəni 100% taxmalıdırlar. Çünki kim taxmır, bilirsiniz, onlarda sual yaranır. Əgər mən 18 yaşından sonra onsuz da yəni əməliyyat olub, eynəkdən azad olacağımsa, niyə mən indidən eynək taxmalıyam? Mütləq taxmalısınız, mən həmişə vurğulayıram. Əgər istəyirsinizsə, həmin əməliyyat gözəl nəticə versin və əməliyyatdan sonra siz 100% görəsiniz, bu başdan eynək taxmalısınız. Görmələrinizi eynəkdə 100%-ə çatdırmalısınız. Çünki eynək taxa-taxa görmə artır. Onlar heç taxmayanda elə olur, açıq taxan kimi, eynək taxan kimi görmürlər. Bunun da adı ambliopiya, tənbəllik. Onlar deyirlər, həkim 30 yaşım var, eynəkdə görmürəm, gözüm tənbəldir.
əməliyyatdan sonra görəcəm, eynəkdə nə görürsünüz, onu görəcəksiniz. Ona görə vaxtında gərək müalicə eləyərdiniz. Vaxtında uşaqları gətirin, çünki vaxtında həmişə dediyimiz Doktor, bax bizi hal-hazırda çox sayda valideynlər izləyir. Dediyim kimi qaynar xətt suallarla doldu, oxuyacağam, hələ vaxtımız var, narahat olmayın. Valideynlər daha çox nəyə sual verirlər ki, biz hansı yaşda həkimə aparaq ki, həkim bu problemi görsün. Çünki elə problemlər var ki, məsələn deyim də 1 yaşında görülməyə bilər, 2 yaşında görülməyə bilər. Hansı yaşda gətirsinlər uşaqlarının göz müayinəsinə? Şikayət olmasa da 1 yaşında göz müayinəsindən keçmək şərtdir. Şikayət olmasa da, əlbəttə ki, şikayət olan kimi mütləq gəlməlisiniz. Ümumiyyətlə biz yəni anadan gəlmə olaraq uşaqda hansı xəstəlik var, astigmatizm hətta var ya yoxdur, aydınlaşdıra bilərik. Görə bilirsiniz onu. Bəli, əlbəttə ki, xüsusi aparatların vasitəsilə, uşaq uşaq mən görmüşəm onu belə uzaqdan çəkirsiniz. Bəli, uşaq refraktometrlərin vasitəsilə bilmək olar. Sadəcə miyopiya daha gec yaşlarda yaranır deyə ola bilər indi yaxşıdır. Məsələn, 2 yaşında valideyn gətirdi, yaxşı valideyn gətirdi müayinə, heç bir şikayətim yoxdur, müayinə üçün gətirmişəm. Bizə hər şey əladır, görmə 100%-dir. Yəni miyopiya, astigmada heç bir şey yoxdur. Amma məktəbə gedəndə bir də yoxlayın. Çünki miyopiya daha dediyim kimi biraz daha gec yaşlarda yarana bilər. O demək deyil ki, sonra yaranmayacaq. Yəni bu çox önəmlidir. Əziz valideynlər, diqqətli olun. Bax bu cür əməliyyatlar deyək də, artıq müalicəsindən də danışaq. İdeal bir yaş qrupu varmı? İdeal bir yaş varmı? Aralığı varmı? Hansıdır o yaş? Əməliyyatları. Bəli, əməliyyatlar. Əməliyyat ancaq 18 yaşından sonra, haçanı ki inkişaf dayandı, onda biz o stabil olan miyopiyanı, astigmatı sıfırlaya bilərik. Bax, hal-hazırda lazer əməliyyatı ilə bağlı sual verənlər var ki, bu əməliyyat lazer əməliyyatı ilə edilirmi və hansı lazer daha uyğundur bu xəstəliklərə? Hansı lazer biz müayinədə artıq müəyyən edirik. Lazerin üsulları fərqlidir, dərəcədən asılıdır, buynuz qişanın qalınlığından asılıdır. Əlbəttə ki, siz gələndə ilk öncə lazeri düşünəcəyik. Çünki lazer bütün refraktiv əməliyyatlardan, yəni eynəkdən azad olma əməliyyatlar ən rahatıdır. İki göz ikisi eyni anda olur. Ən təhlükəsiz olandır. Sadəcə tək ki, sizin gözünüz lazerə uyğun olsun. Dəfələrlə deyirdik ki, hər göz lazerə uyğun deyil, təəssüf ki. Kimin gözü lazerə uyğundur? Həmişə deyirəm, xoşbəxtsiz. Çünki asan yolu ilə eynəklərdən azad olacaqsınız. Amma kimin gözü lazerə uyğun deyil, təəssüf, yəni kədərlənməsin. Çünki hər bir halda sizi eynəkdən azad edə biləcəyik. Göz içi linzalar var, ICL linza var, ağılı linza var. Keçən həftə bizə bir xanım yaxınlaşdı, 40 neçə yaşı var idi. Düzdür, kataraktası bir balaca var idi, mirvari suyu var idi, az dərəcədə. Amma uşaqlıqdan miyopiyası var, yüksək dərəcəli. Təsəvvürünüzə gətirin, sağ göz mənfi 20, astigmatsız. Sol mənfi 13. Yəni, vaxtında müalicə eləməyib, əlbəttə ki, bu cür yüksək dərəcəli miyopiya olan gözlər, onlar eynəkdə də normal görmürlər. İndi təsəvvürünüzə gətirin, sağ göz eynəkdə görürdü 10%. 10%, çox aşağı. Və gəlib pasient ki, həkim, əməliyyat istəyirəm, mənim gözümün 43 yaşı var idi, işləyən xanımdır, mənim gözümə elə linza qoyun ki, bu katarakt əməliyyatıdır, sadəcə linzanın seçimində fərqli linzalar qoya bilərik. Miyopiyanı ləğv edirik və dedi ki, məni elə eləyin, yaxını da yaxşı görüm. Çünki onlar katarakt əməliyyatından sonra adi linza qoyulsa, miyopiya olan xəstələrə, onlar yaxını görmürlər, onlara biraz çətindir. Çünki ömür boyu onlar yaxını yaxşı görürlər, birdən-birə yaxına eynək istəmirlər taxmağa. Ona görə burada ahıllı linza, edof linza, qarışıq xüsusi linza var. Nə yaxşı ki, bu linzalar çıxdı, doktor. Bəli. Gəldi, bir balaca bir kaprizli xəstə pasiyent idi. O necə olacaq? 50 dənə sual verirdi. Əməliyyat oldu, gəldi, daha heç nə danışmadı. Həkim, mən hələm belə həyatımda görməmişəm. Görməsi 50-60% arasıdır. Yəni, təsəvvürünüzə gətirin, eynəkdə 10% görən göz maksimum. Eynəksiz onlar heç görmürlər. 2%, 3%, birdən-birə əməliyyatdan sonra 50-60%. Elə sustu. Sadəcə mən sizi çox istəyirəm, nə yaxşı. İndi bu hələm onun zəif olan gözü idi. Mənfi 20 ilə olan gözüydü. Mənfidir, mən öyrəşmişəm, hələm bu göz əməliyyat olmayıb. Deyir, mən həmişə bu gözlə daha yaxşı görürdüm. Bu mənim güclü olan gözümdə. Sən demə, bu göz heç görmür.
bundan sonra, yəni əməliyyatdan sonra. Yəni Əllərinizə həqiqətən sağlıq doktor. Doğrudan da çox şəfalıdır əlləriniz və yanınıza gələn pasiyentlər deyirlər, doktorun əli çox yüngüldür. Əməliyyat eləyirdir, sanki ayağa qalxırsan, heç nə olmamış kimi. Çünki adətən pasiyentlər qorxurlar, göz əməliyyatı. Bəli. Yəni çox belə ağır səslənir. Amma sizin əliniz yüngüldür maşallah. Bəli, həmən xanım da əməliyyatda biz hamımız maskada, kalpakda, üstümüzdə geyimlərdə. Bəs Nərminə hamı hardadır göstərib, buradadır, həkimin buradadır. Yəni həyecanlı idi. Bu gözləri unutmaq olar. Bu cür gözəl gözləri maşallah doğrudan da elə yaraşır sizə, çox yaraşır. Belə əsl adın belə üzərinizdədir o ad, göz həkimi. Həm xanım kimi çox gözəldir, həm insan kimi çox gözəldir. Çox sevirik Nərminə xanım və çox sevinirik ki, o dəyərli vaxtını ayırıb bizə gəlir, faydalı olur, tamaşaçılarımızın sualını cavablandırır. Doktor, siz sualları hazırlayıram. 27-33 nömrəli abunəçi yazır. Salam Günay xanım, dəyərli həkimi də salamlayıram. Nəvəmin 2 yaşı var, bir gözündə sürüşmə var. Bəzən tez-tez olur, gün ərzində sürüşmə, bəzən ara-sıra olur. Bunun səbəbi nə ola bilərmi? Bunun müalicəsi varmı? Onu da deyim ki, təzə başlayanda bu sürüşmə həmin gözünü çox ovxalayırdı. Sürüşmə onlar adətən bilirəm də xarici çəp gözlüyü nəzərdə tuturlar. Sürüşmə yəni daxili çəp yox, məhz çöl çəplik. Onlar belə göz bir yayınır, qayıdır və onlar onu çəp gözlük yox, sürüşmə deyirlər. Xarici çəp gözlükdür, müştəri xarici periodik çəp gözlükdür. Mütləq müraciət etməlisiniz, çünki vaxtında bunun müalicəsi, çarəsi eynək taxmaqdır. Eynəyin vasitəsilə tamamilə yəni yığırıq gözləri düz qoyuruq və yəni daha sonraki etaplarda eynək kömək etməyəndə lazım olsa əməliyyat edirik. Siz bilin ki, 2 yaşında siz onu tək gözəllik üçün eləmirsiniz. Onlar elə bilir qız uşağıdır gözəllik üçün. Deyil. Yəni o sürüşəndə beyin onu söndürür. O göz artıq görmə qabiliyyətində iştirak eləmir. Birləşmə qabiliyyəti pozulur. Yəni bu funksiyaları bərpa etmək üçün bunu düzəltmək. Doktor, çox təşəkkür edirəm və doktorun əlaqə nömrəsini qeyd edeyim. Digər sualları da oxuyacağım. 051 552 52 34 050 327 18 82. Qısa aradan sonra sizin suallarla başlayacağıq. Və biz davam eləyirik canlı sizin suallarla davam edəcəyimizi söylədim. Hal-hazırda bizə yeni qoşulan tamaşaçılarımızı da salamlayıram və bizim studiyamızın qonağı dəyərli Nərminə xanımdır. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq, hansı ki Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində günün birinci yarısında hər gün və Hat Medicine klinikada pasiyentləri qəbul edir. Bu artıq günün ikinci yarısında olur. Çünki çox sual verirsiniz ki, doktorun qəbuluna necə yazılaq, doktorun müayinəsinə necə gedək. Əslində ekranda olan nömrələrə zəng vurub bütün suallarınızı da ünvanlaya bilərsiniz. Sizə hər hansı bir sual narahat edirsə və yaxud hər hansı bir müayinə ilə maraqlanırsınızsa, o zaman bu nömrələr elə onun üçündür, qeydiyyatdan keçmək üçündür. Və doktorun icra etdiyi əməliyyatları soruşanlar üçün söyləyim. Katarakt əməliyyatları, qlaukoma əməliyyatı, çəp gözlük, keratokonus, eynəkdən azad olma əməliyyatları, göz dibinin genetik xəstəlikləri və görmə sinirinin atrofiyası müalicəsini də uğurla icra edir. Bugün danışdığımız mövzu da elə astigmatizm və miopiya müalicəsi idi. Hansı ki, bununla bağlı valideynlər çox sual verirlər. Çünki valideynlər özlərini hər zaman biraz uşaqlarından arxa planda saxlayırlar. Əslində belə olmamalıdır. Özünüzə də dəyər verin. Çünki övladlarınızın sizin sağlam olmağına ehtiyacınız var ki, onların arxasında hər zaman dağ kimi dayanasınız. Və soruşurlar ki, uşaqlarda bunun hər hansı bir digər müalicəsi varmı? Çünki bəzən görürsən ki, 18 yaşını gözləməlidirlər xüsusi lazer əməliyyatları üçün. Bundan əvvəl nəsə etmək mümkündürmü, doktor? Bir mənalı dərman müalicəsi yoxdur. Yəni dərman axtarmayın, kim yazsa qəbul etməyin. Eynək müalicəsindən əlavə gözəl aparat müalicələrimiz var. Həm çəplik üçün, həm zəiflik üçün. Nəyə görə? Valideynlər soruşur, orada neynəyəcək həkim? Yəni xüsusi last, amo, atoz, lazer, maqnit, ambuliotreni, xüsusi aparatlardır, xüsusi işıqlarla. Hansılar ki, gözdə yaranan spazmı tamamilə aradan götürür. Həmişə suallar yaranır. Həkim çoxlu dərs oxuyur və yaxud da telefona baxır, YouTube-a baxır, televizora baxır və uşaqlar, həm də böyüklər də, uşaqlarda daha çox spazm yaranır. Fokus edən əzələ sıxılır, spazm yaranır. Spazm yarananda yalançı miopiya yaranır. Yəni artıq göz normal fokus edə bilmir və gözündə yalançı miopiya yaranır və yaxud da miopiyanın yaranmasına səbəb olur. Olduğu miopiyanı çoxaldır. Yəni bu hər bir halda spazm bizim gözümüzə ziyandır. Ona görə bunun üçün xüsusi aparat müalicələrimiz var. Onlar seans
şəklində təşkil olunur. Yəni 10 günlük kursdur, 10 seans. Ya 10 gündə bir dəfə gəlirsiniz seanslara və yaxud da uzaqdan gələn, rayondan gələn 5 gün gələ bilər. Gündə 2 seans. Seansı edir, hardasa 15-20 dəqiqə çəkir. Yarım saat fasilə bir dənə də seansı edir və beləliklə 10 seans uşağın gözünə nə qədər faydası var. Çəpgözlük üçün, birləşmə qabiliyyətinin yaranması üçün gözlər ayrılır. Bir gözün qabağında məsələn hansısa xəyallar verilir. Pişik qulaqları ilə, o birisi gözün qabağında pişik quyruğu ilə sağ göz, sol göz, sağ göz, sol göz. Bu məşq etdirilmiş. Bəli, və bu görüntülər bir-birinin üstünə düşməlidir. Uşaqda birləşmə qabiliyyəti yaranmalıdır. Hətta çəplik gözlük əməliyyatından sonra gözlər dümdüz biz qoyandan sonra biz deyirik aparatlara get, qoy birləşmə qabiliyyətini aparat yaratsın. Çünki birləşmə qabiliyyətinin yaranması çəpgözlüyün kökündən getməsi deməkdir. Bu aparatlar da hər yerdə yoxdur, amma Nərminə xanım bizdə var, bəli, hər gün səhər saat 10-dan 6-ya qədər onlar çalışırlar. Buyurun, gələ bilərsiniz. Kanikullarda, yəni biraz məktəb ilə problemlər olur. Ona görə mən deyirəm, ildə 3 dəfə, 4 dəfə, 3 dəfə, 4 dəfə, hansısa kanikulda, hansısa məzuniyyətdə, hansısa bayramlarda mütləq uşaqları gətirən, onların çox gözəl faydası var. Doktor, bir neçə sualı da qısa olaraq oxuyum, siz cavablandırın. Bax, bir valideyn yazır bayaqdan ki, Günay xanım, uşağımın 4 yaşı var, göz bəbəyi uzun sovdu. Doktor, bu barədə nə deyə bilər? Bu anadan gəlmə hüzeyli qişanın anormal inkişafıdır. Artıq bu belə anadan olub. Burada nəsə etmək mümkün deyil, təəssüf. Doktor, 16 yaşlı oğlunun 2 gündür gözlərinin yanmasından şikayət edən valideyn var. Yazdı, yaydı, bayıra çıxanda mütləq gün eynəklərdən istifadə etsin, allergiyalar çoxalır, keçməsə gəlsin müayinə müalicəsini yazır. Daha bir 16 yaşlı izləyicimiz özü yazır ki, astigmatizm diaqnozu qoyulub. Mən neçə yaşımı gözləməliyəm ki, bundan canımı qurtarım. İndidən eynək taxın, mütləq daim taxın, istifadə edin və 18 yaşından sonra buyurun, gəlin, biz sizi bu problemdən azad edərik. Doktor, təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Doktorumuzun simasına baxanda artıq adam sağalır sözün əsl mənasında. Dəyərli Nərminə xanım bizlə bərabər idi. Tibb üzrə fəlsəfə doktoru, cərrah, oftalmoloq. Əlaqə nömrəsi 051 552 52 34 050 327 18 82. Təşəkkür edirəm, doktor. Mən də sizə təşəkkür edirəm. Dəyərli vaxtınızı ayırıb gəldiniz. İnşallah səbirsizliklə gözləyəcək. İnşallah gələn həftə isə Rasim bəylə görüşümüz olacaq dəyərli professorumuzla. Ona görə hər gün Sağlam Günayı izləməkdə fayda var. Biz isə bir neçə saniyəlik sizinlə sağollaşmırıq. Sadəcə belə bir fasilə olur. Dərhal sonra növbəti mövzu ilə, növbəti dəyərli qonağımız ilə qarşınızda olacağıq.